Salam izləyicilər. Bu videodan başlıqdan da gördüyünüz kimi 11-ci sinif fizika testindən deməli ilk bölmənin B variantının izahını verəcəm. Hər variant 30 sualdan ibarətdir. Bundan əvvəl A variantının izahını paylaşmışam. İzləməmisinizsə onu da mütləq izləyin. Orada da fərqli suallar var. Burada və yenə də xatırlatma edirəm, bu tip sualların həm MIQ sertifikasiya, həm də abituriyent imtahanına düşmə ehtimalı var. Ona görə diqqətli şəkildə izləyib özünüz yazmağa çalışın. Tutumları C1, C2 olan kondensatorlar birləşdirilir. Bilirik ki, birləşmənin iki növü var, ardıcıl və paralel. Deməli, paraleldə U-lar eynidir. Buradan U bərabərdir konstant. Ardıcılda Q-lər eynidir. Q bərabərdir konstantdır. Paraleldə Q-lər toplanır. Bura paralel. Burada ardıcıl yazıram. Ardıcılda isə U-lar toplanır. U1 üstəgəl U2-dir. Ardıcılda iki dənə fərqli kondensator olanda C1, C2 bölək C1 üstəgəl C2 düsturu ilə tapırıq. Paraleldə isə sadəcə tutumları toplayırıq. Deməli, paraleldə U-lar eyni olur, Q-lər toplanır, tutumlar toplanır. Ardıcılda Q-lər eyni olur, U-lar toplanır, C-ni isə tərs qiymətdə deyə bilərik. Yəni 1 böl C, 1 böl C1, 1 böl C2-dir. 2. Euler-Venn diaqramında uyğun bəndləri müəyyən edin. Elektrostatik sahə, burulğanlı elektrik sahəsi. Sükunətdə olan elektrik yükünün yaradır. Sükunətdə olan elektrik yükünün yaratdığı elektrostatik sahədir. 1 bura aiddir. Dəyişən maqnit sahəsi yaradır. Bu, burulğanlı elektrik sahəsinə aiddir. 2 buradadır. Qüvvə xətləri qapalıdır. Burulğanlıya aiddir. Potensiallı sahədir. Elektrostatikdir. Qapalı traktor üzrə iş sıfırdan fərqlidir. Burulğanlıya aiddir. Qüvvə xətləri müsbət 3-dən başlayıb mənfi 3-ə qurtarır. Bu, hər ikisinə aiddir. Bu sahədə naqildə sərbəst elektronlara təsir edərək onları nizamlı hərəkətə gətirir. Deməli, həm burulğanlı elektrik sahəsində, həm bir saniyə. Burulğanlı elektrik sahəsi elektrostatik sahə sükunətdəki elektrik yükünün yaratdığı sahədir, amma naqildə sərbəst elektronlara təsir edərək onları nizamlı hərəkətə gətirir. Elektrostatik sahə də onları nizamlı hərəkətə gətirir. Burulğanlı elektrik sahəsi də. Ona görə bunu da hər ikisinə aid götürürəm. Düzdür, burada naqil məsələsinə görə biraz düşündürücüdür bu elektrik sahəsi, amma elektrostatik sahə də elektrona təsir edirsə onu hərəkətə gətirəcək. 3. Sxemdəki lampaları diaqramdakı parlaqlıq arasında uyğunluğu müəyyən edin. Bu tip suallarda birinci işimiz bu ölçülərə görə müqamətləri yazmaqdır. R bərabərdir, rho, L bölünsün S-dir. Məsələn, buna 1, buna 2, buna da 3 deyirəm. Birim müqamətdə tapsam, R1 bərabərdir, rho vurulsun 3, L0 bölək S. R2-yə baxsaq, rho, R2 deyək, rho L0 böl 2S. R3'ü tapsam, rho 2L0 böl S. Ən önəmlisi 2 ilə 3-ün müqayisəsidir. 2 ilə 3-ü müqayisə eləyəndə baxıram ki, burada rho L böl 2S, burada isə 2L bölək S-dir. Yəni, əgər buna R desəm, bura olacaq 4R. Və paralel birləşmədə müqaməti çox olanın parlaqlığı az olur. Və cəryan şiddətlərinə baxsaq, məsələn, əgər buradakı cəryan şiddəti idisə, buradakı cəryan şiddəti 4 idi. Amma L-dəki cəryan şiddətini tapanda M ilə N-i toplayırıq. Yəni, IL bərabərdir IM üstəgəl IN-dir. Çünki elə şəkildən də görürük ki, L-dəki cəryan M və N-dəki cəryanların cəmidir. Ona görə bura 5I olacaq. Ən parlaq olan deməli L-dir. Ona görə L-ə aiddir ikinci. Ən az parlayansa, yəni parlaqlığı az olansa, deməli N-dır. Çünki N-nın müqaməti çoxdur və burada şiddət azdır. İ yazmışam. Ona görə bu 3-dür. Ortada olansa M-dir. Bu da 1-dir. Yenə qeyd edirəm, belə suallarda müqaməti çox olsun və yaxud az olsun fərqi yoxdur. Ən parlaq olacaq hər zaman L. Çünki L təkdir. L-dəki cəryan şiddəti M və N-dəki cəryan şiddətlərinin cəminə bərabərdir. M-ə baxanda isə müqamətinə baxırıq. Müqaməti çox olanın parlaqlığı az olur. 4.
Şəkildə bir cins sahəyə induksiya xəttlərinə perpendikulyar istiqamətdə daxil olan, deməli, bərabər kütləli yüklü zərərçilər eyni zaman fasiləsində hərəkət trayektoriyası təsvir edilmişdir. Sürətlər nisbətini tapın. Burada radiuslar bərabərdir, bərabər kütləlidir və yükləri də eyni Q1, Q2 yüklərdir. Buradan birinci məsələ radiuslar. R1 bərabərdir, R2'dir. Kütlələr bərabərdir, M1 bərabərdir, M2. Eyni məsələ burada B'lər də eynidir. Çünki eyni sahədədir. Radiusun düsturu belədir. R bərabərdir. MV bölünsün QB. Əgər yükləri fərqli olsaydı, bir saniyə, sürətlər nisbətin yüklər nisbəti kimi yaza bilərik. Çünki burada radiuslara baxanda şərtdə özü deyir radiuslar eynidir. Bunun da radiusu 2'dir. Məsələn, bunun da radiusu 2'dir. Və V'lər nisbətini tapanda V Q1 bölək M olduğuna görə Q'lərlə düz mütənasibdir. Bunu yaza bilərik. Q1 bölünsün Q2 kimi. Periyodlar nisbətini tapanda isə periyod sürətdən asılı deyil, yenə Q'dən asılıdır. Periyodun düsturu T bərabərdir. 2 pi M böl Q B'dir. Bu da Q'dən tərs asılı olduğuna görə yaza bilərik Q2 bölək Q1. Sırf nisbət kimi yaza bilərik. Yəni birəbir cavabını tapa bilmərik, çünki yüklərini bilmirik. 5. Bir cins maqnit sahəsinə induksiya xəttlərinə perpendikulyar istiqamətdə cəryanın naqil yerləşdirilir. Cəryanın istiqaməti şəkil müstəvisindən bizə doğrudur. Bundan gedir söhbət. Və bizə deyir ki, verilmiş nöqtələrdə induksiyanın qiymətləri arasında, modullar arasında hansı münasibət doğrudur. Birinci xarici induksiyaya baxıram. Xarici induksiya, yəni B qırmızı xəttlər sağ tərəfə yönəlib. Bu naqilin induksiyasını tapanda saat əqrəbinin əksinə fırlanır. Burada cəryan şəkildən bizə doğru olduğuna görə burada BI bu tərəfədir. Burada BI bu tərəfə yönəlir. Burada belədir. Burada isə yuxarıdır. Yəni yuxarı dediyimiz yuxarı sağadır. Və ən böyük olan 3 olacaq. Çünki mən B3'ü tapanda baxıram 3-də ikisi də eyni istiqamətdədir. Qırmızı, yəni B də sağadır. Cəryana görə yaranan B də sağadır, ikisi toplanır. Amma B1 ən kiçikdir. Çünki orada B çıxılsın, B induksiya olacaq. Əks olanda çıxılır. Məsələn, bir nöqtəsi üçün baxsaq, 1-də bir dənəsi sağadır, B digəri soladır. 3 ilə 2 ilə 4 isə bir-birinə bərabərdir və bu da kök altda kosinuslar teoremindən tapılacaq. Ona görə ən böyük olan 1, daha doğrusu 3'dür. B3 böyükdür. B2 bərabərdir B4'dən, o da böyükdür B1'dən. 1-də əks olduğuna görə ən kiçik oldu. 3'də isə eyni olduğuna görə, eyni istiqamətdə olduğuna görə ən böyük oldu. 6. Bir cins elektrik sayəsində nöqtəvi yükün Q qapalı traktoriyası üzrə hərəkət etdirən zaman müsbət Q yükünü. AB hissəsində yükə təsir edən qüvvə yer dəyişməyə perpendikulyar olur. Çünki təsir edən qüvvə bu tərəfədir. Yer dəyişmə də belədir. Perpendikulyar olur. Burada perpendikulyar hissəsi 4'tür. Yük üzərində gördüyü iş 0'a bərabərdir. Və yükün potensial enerjisi dəyişmir. BC hissəsinə baxırıq. Müsbət yük burada sahə istiqamətində gedir. Qüvvə də belə yönəldiyinə görə BC hissəsində yükə təsir edən qüvvə yer dəyişmə istiqamətində olduğundan sahənin gördüyü iş müsbətdir və yükün potensial enerjisi azalır. CD hissəsində yenə qüvvə hərəkətə perpendikulyar yönəlir. Potensial enerji dəyişməsi və görülən iş 0'a bərabərdir. DA-da isə qüvvə hərəkətin əksinə yönəldiyinə görə gördüyü iş mənfidir və potensial enerji artır.
Digər variantda burada -3 hərəkət etdirirdik. Burada əsas nəyə diqqət edirik? Hansı hissədə yeyinləşirsə, yeyinləşəndə kinetik artır, potensial azalır və nə zaman yeyinləşən olur? Qüvvə hərəkət istiqamətində olanda. Qüvvə hərəkətin əksinə olarsa yavaşlayır, yavaşlayanda isə deməli potensial enerji artacaq, kinetik azalacaq. Harda ki qüvvə hərəkətə perpendikulyardır, orada iş görülmür. 7. Hər birinin tutumu 6 mikrofarad olan kondensatorlar müxtəlif formada birləşdirilib, hər birinin uyğun yekun tutumunu hesablayın. Bu tip sualda, yəni birincidə öncə 2 dənə C ardıcıldır. Ardıcılı belə yazırıq. C ardıcılı bərabərdir C böl N, yəni 6 bölünsün 2 bərabərdir 3. Sonra 3 ilə 6 paralel olduğuna görə C paralel bərabərdir C ardıcıl üstəgəl C, yəni 3 üstəgəl 6 cavab olur 9. Ümumi tutum 9'dur. Məsələn, ikincidə C ardıcıl bərabərdir. C böl N düsturunu işlədirəm. 1-in sayına bölürəm. Eyni tutumlardır. 6-nı 3-ə bölürəm. 2. Burada isə 3'ü də paralel olduğuna görə C paralel bərabərdir. C vuraq N'dir. Ona görə 6 vurulsun 3. Bu da 18. Bu sualda isə öncə paralelləri həll edirik. Deməli 6 ilə 6 paraleldir. Bu verir 12. Yəni C paralel bərabərdir 2C 12. Sonra C ardıcıl bərabərdir. C paralel vurulsun C bölünsün C paralel üstəgəl C. Yəni 12 vurulsun 6. Bu da 6'dır. Bölünsün 12 üstəgəl 6. 18. İxtisar eləyəndə burada 3. 12'ni də 3'ə böləndə 4. Birinci hissənin tutumu oldu 9. İkincidə tutum oldu 2. Üçüncüdə tutum oldu 18. Axırıncıda isə tutum oldu 4. Tək-tək tapdım. Bu da əslində ardıcıl paralel birləşməni öyrənmək üçün çox yaxşı sualdır. Ya da təkrar eləmək üçün. Situasiya sualı. Sizə təqdim olmuş situasiyanı diqqətlə oxuyun və burada verilən məlumatlardan istifadə edin. 8-10 saylı tapşırıqları yerinə yetirin. Radioverici stansiya vasitəsilə tezliyi 10 kHz olan səs dalğası ötürmək lazımdır. Stansiyadan şüalandırılan elektromagnet dalğasının tezliyi isə 100 MHz-dir. Səs dalğası elektromagnet dalğası ilə ötürülməsi üçün hansı proseslər aparılır? Deməli, səs dalğası tezliyi və ya amplitudu elektromagnet dalğasına uyğunlaşdırılır. Yəni modullaşdırılır. Modullaşdırma prosesi gedir. Modullaşdırandan sonra ötürürük. Yəni elə bilin ki, səsi yüklüyür elektromagnet dalğasının üzərinə. Ya amplituda görə uyğunlaşdırırıq. Bunları AM deyirik. Ya da ki, tezliyə görə modullaşdırırıq. Bu da FM-dir. Yəni frekansa görə. 9. Verilmiş verilişin aparıldığı elektromagnet dalğasının dalğa uzunluğunu müəyyən edin. Buradan S bərabərdir lambda nü düsturundan. Lambdanı tapanda lambda bərabərdir. S bölünsün nüdür. S'nin yerinə 3 vuraq 10 üstü 8. Tezlik isə 100 MHz-dir. Çünki elektromagnetə görə tapırıq. 100 MHz-i 100 vuraq 10 üstü 6. Cavab olur 3 metr. Çünki 10 üstü 8'lər gedir. 10. Qəbul edici və ötürücü stansiya arasında məsafə 2 dəfə böyük olarsa, qəbul edilən elektromagnet dalğasının intensivliyi necə dəyişər? İntensivliyin düsturu deməli W bölək S vur T'dir və yaxud P bölək S-dir ya da P bölək 4 pi R kvadratıdır. Yəni məsafədən kvadratik tərs asılıdır. Ona görə də məsafə 2 dəfə artanda 4 dəfə azalar. Bu İ-yə şüalanmanın sel sıxlığı ya da intensivliyi deyirik. 11. Metal parçasının yükü -3,2 vuraq 10 üstü -16 kulondur. Bu parçada artıq elektronların sayını tapın. Yükün düsturu Q bərabərdir N-Y'dir. Buradan N-i tapanda Q bölək Y. Yəni 3,2 mənfini nəzərə almıram ya da nəzərə alaq. Buradan üstə mənfilər gedəcək. Vurulsun 10 üstü -16 bölünsün -1,6 vuraq 10 üstü -19. 3,2'ni 1,6'ya bölündə 2, yanına da 3 dənə 0 gəlir. Cavab 2000'dir. 12. Metal kürə Q yükü ilə yüklənmişdir. Elektrostatik sahənin A, B, C nöqtələrində modullar arasında hansı münasibət doğrudur? Birincisi daxilində intensivlik 0-a bərabərdir. Ona görə kənardan yazırıq. YA bərabərdir 0-a.
və səthində müsbət 3-də daha böyük olur. Çünki uzaqlaşanda azalır. E-nin düsturu K vurulsun. Modulda Q0 bölək R kvadratıdır. İşarəsindən asılı olmayaraq yükdən uzaqlaşdıqca ya da kürənin səthindən uzaqlaşdıqca azalır. Ona görə B də böyükdür C-dən. A isə 0-dır. Çünki daxilindədir. 13. Yalnız Coulomb qüvvəsinin təsiri altında kübir Q2 nöqtə-3ləri necə hərəkət edir? Öncə bunlara təsir edən qüvvələrə baxıram. İkisi də mənfi olduğuna görə bir-birini itələyirlər. Yəni bunlar yeyinləşən hərəkət edəcək. Çünki qüvvə ilə hərəkət eyni istiqamətdədir. Yavaşlayanları buradan atıram. Amma burada belə bir şey var. Uzaqlaşdıqca məsafə artır. Məsafə artırsa Coulomb qüvvəsi azalır. Çünki K vuraq Q1 Q2 bölək R kvadratıdır. Qüvvə azalırsa təcil azalır. Ona görə azalan təcillə yeyinləşən olacaq. Zərrəciklər bir-birindən uzaqlaşırsa, bu şəkildəki kimi, uzaqlaşmada hərəkət hər zaman azalan təcilli olacaq. Yeyinləşməyi nəyə görə deyirik? Çünki qüvvələr hərəkətlə eyni istiqamətdədir. 14. Bir cins elektrik sayəsində verilmiş nöqtəsinə potensialın sahənin həmin nöqtəsinə gətirilən sınaq yükündən asılığı asılı deyil. Fi bərabərdir. W potensial bölünsün Q-dir, amma heç birindən asılı deyil. Çünki fi'nin öz düsturu K vuraq Q0 bölək R-dir. 15. Mənfi nöqtəvi Q0 yükünün deməli sahənin müsbət Q yükünün qapalı trayektoriyası üzrə hərəkət zamanı görülən işlər arasında hansı münasibət doğrudur? Eyni çevrənin üzərində görülən iş sıfırdır. Burada potensialları qeyd eləsəm, potensiallar bu şəkildədir. Deməli, F1 bərabərdir F2 kiçikdir. F3 bərabərdir F4. Yük mənfi olduğuna görə yaxında olan daha kiçikdir. Eyni çevrənin üzərində hərəkət zamanı iş sıfıra bərabərdir. Yəni, eyni çevrə hansıdır? A1-2 və A3-4 bərabərdir 0. 1-2 ilə 3-4 0-dır. Digər ikisində isə işlər 2-3-ə baxaq və 4-1-ə. Bu ikisində isə işlər bərabərdir və 0-dan fərqlidir. E variantıdır. Niyə bərabərdir? Çünki görülən işin düsturu Q vuraq F1 minus F2 deyil. Potensiallar, yəni potensiallar fərqinə görə tapılır və bu da konservativ sahə olduğuna görə görülən iş trayektoriyadan asılı deyil, başlanğıc və sondan asılıdır. Məsələn, A 2-3-ü tapanda bunu yazıram Q vuraq F2 çıxaq F3. A deyək ki 4-1-i tapanda bunu yazıram Q vuraq F4 çıxılsın F1. Eyni olacaq. Çünki 1 ilə 2 eynidir, 3 ilə də 4 eynidir. Yəni eyni çevrədən başlayıb digərinə gedirsənsə, hansı yolla getməyin önəmli deyil. Görülən iş eyni olacaq. Yəni sən birinci mərtəbədən 5-ə çıxmısansa, hansı yolla çıxdığın önəmli deyil. Konservativ sahələrdə görülən iş trayektoriyadan asılı deyil. Yalnız başlanğıc və sondan asılıdır. 16. Bir cins maqnit sayəsində qüvvə xətlərinə perpendikulyar yerləşən düz naqilə təsirin amper qüvvəsi şiddətdən asılıdır. Amper qüvvəsi IBL sinüs alfadır. Perpendikulyar olduğuna görə sinusu 1 yazdım və baxıram ki, cəryan şiddəti ilə düz mütənasibdir. B variantı. 17. Müstəvi kondensator sabit gərginlik mənbəyinə qoşulmuşdur. U konusu. Kondensatorun yükünün lövhələr arası məsafədən asılı qrafiki hansıdır? Buradan Q bərabərdir CU. Bu da bərabərdir epsilon epsilon 0 S U böl D. Tərs asılıdır. Q konusu, U konusu olduğu üçün bunu yazdım. Proton bir cins maqnit sayəsində şəkildə göstərildiyi kimi daxil olur. Maqnit sayəsində proton necə hərəkət edəcək? Göstərilən digər qüvvələr nəzərə alınmır. Əgər perpendikulyar daxil olarsa ona Lorentz qüvvəsi təsir edəcək. Lorenzin istiqaməti şəkildən bizə doğrudur. Ona görə çevrə üzrə bərabər sürətlə hərəkət edəcək. Çünki əgər qüvvə hərəkətə perpendikulyardırsa, bu məcbur çevrə cızır. Burada sırf bu istiqamətdə deyil ha qüvvə, yəni göstərmək üçün deyirəm və çevrə üzrə bərabər sürətlə hərəkət edir. 19. İ cəryanı axan L uzunluqlu naqil induksiya B olan bir cins maqnit sayəsində tarazlıqdadır. Naqilin kütləsi hansı fəaliyyət təyin edilir? Tarazlıqdadırsa ona təsir edən ağırlıq qüvvəsi amper qüvvəsinə bərabərdir deməkdir. IBL-dir. Və bu düsturdan M-i tapanda M bərabərdir IBL bölünsün J. 20. İnduktivliyi 5 Henry olan elektromaqnit
220 volt olan, EHG'si 220 volt olan cəryan mənbəyinə qoşulmuşdur. Dövrədə açan anda cəryan şiddəti bu sürətlə azalarsa ümumi EHG-ni tapın. Çox önəmli sualdır, qəbula düşə bilər. Birincisi bu epsilon mənbəyin öz epsilonudur, amma dövrədə cəryan şiddəti azalanda, yəni açarı asdıqda epsilon i də müsbət olur və bunu tapırıq L vur delta i böl delta t ilə. Yəni 6 vurulsun 5 oldu 30. Və 220-nin üzərinə 30 gəlirik. Cavab 250. Əgər açarı qapasaydıq, yəni cəryan artsaydı, 220-dən 30-unu çıxardıq, qalardı 190. Amma burada açar açıldığına görə, cəryan azaldığına görə induksiya HG-si müsbətdir və əsas cəryanla toplanır. 21. Bir cisim maqnit sahəsində hərəkət edən naqilin təcilinin zamanlı asılı qrafik verilmişdir. EHG-nin asılığı hansıdır? Ümumiyyətcə, epsilonu bərabərdir VBL-dir. Yəni, V-nin qrafiki ilə eynidir. A-nın T-dən asılığı bu şəkildədirsə, bu yeynəşəndir. V-nin T-dən asılığı bu şəkildə olur. Çünki V bərabərdir AT. O zaman epsilon da T-dən düz asılıdır. Gətirib burada V-nin yerinə AT qoyanda AT vuraq BL yaza bilərdik. 22. Konturdan keçən maqnit selinin cəryan şiddətindən asılı qrafikinə verilmişdir. Hansı ki, əməliyyat ədədi qiyməti tangens alfaya bərabərdir. Tangens alfa qarşı katet, yəni fi bölünsün i'dir. Fi böl i də bizə L-i verir, yəni induktivliyi. 23. Tutumu 40 və 10 olan iki kondensator ardıcıl birləşərək 120 voltluq mənbəyə qoşulmuşdur. İkinci kondensatorun gərginliyini hesablayın. Burada şifahi olaraq da tapa bilərik. Öncə bilirik ki, ardıcılda gərginliklər toplanır. U1 üstəgəl U2 bərabərdir 120-yə. Digər tərəfdən ardıcılda Q'lər bərabərdir və U bərabərdir Q böl C-yə görə U C-dən tərs asılıdır. Ona görə U1 bölünsün U2 bərabərdir C2 bölünsün C1-ə. 10 böl 4 40 olur 4'te 1. Yəni U2 bərabərdir 4U1. Buradan 5U1 bərabərdir 120, U1 bərabərdir 24. Əgər birinci 24 isə ikincini tapanda 120-dən 24 çıxırıq 96. Tutumu az olanın gərginliyi çox olur. 24. Müstəvi və kondensatorun elektrik tutumunu necə artırmaq olar? Tutumun düsturunu o dəqiqə xatırlayırıq. Epsilon 0 S böl D. Lövhələr arasında dielektrik daxil etməklə artırmaq olar. Düzdür, çünki epsilondan düz asılıdır. Lövhələr arasında məsafəni artırmaqla yanlışdır. Məsafədən tərsdir. 2 olan cavabı atırıq. Məsafəni azaltmaqla bu da doğrudur. Gərginliyi artırmaqla aslı deyil, azaltmaqla aslı deyil. Cavab 1-3'dür. 25. İnduktivliyi 0.4 Henry olan sarğacda maqnit seli 80 mV olar. Enerjisini hesablayın. Buradan W bərabərdir. Pi kvadratı bölək 2L ilə yazırıq. Fi 80'dir. 80'in kvadratını deməli yazıram 6400 vurulsun 10 üstü mənfi 6 bölünsün 2L yəni 0.8. Buradan 2 sıfır apardım. 10 üstü mənfi 4 qaldı. 64'ü 0.8'e böləndə verir 80. 80 vuraq 10 üstü mənfi 4. 8 vuraq 10 üstü mənfi 3. Yəni 8 millijoule. Çünki cavabı milli ilə istəyir. Belə suallar çox önəmlidir. Cavaba diqqət etmək lazımdır. Nə ilə istədiyinə. Çünki kodlaşdırasınız bunu. 26. İnduktivliyi 1 Henry olan sarğıcda cəryan şiddəti bu qanunla dəyişir. 3-cü saniyənin sonunda sarğıcda öz-özünə induksiya EG-sinin modulunu hesablayın. Deməli, epsilon i'nin öz-özünə induksiyanın düsturlarından biri də L vurulsun mənfi L vuraq i iştirikdir. Törəməsidir. Öncə buradan i iştiriki i'nin törəməsini alıram. Bu verir mənə mənfi 6t 3t kvadratı 1,5 sıfıra getdi. 3t kvadratı 6t. Mənfi mənfini müsbət elədi. Ona görə oldu L vurulsun 6t. 1 vuraq, 6 vuraq, 3. Cavab olur 18 volt. 27. Hansı ifadələr doğrudur? Cəryanlı sarğacın maqnit təsiri ondakı dolaqların sayından asılı deyil, yanlışdır, asılıdır. Dəmir istiliyi sarğacın maqnit təsirini zəiflədir, yanlışdır, gücləndirir. Maqnit sahəsi hərəkət edən yüklü zərrəcik yüklər tərəfindən yaradılır, doğrudur. Müxtəlif adlı maqnit qütbləri bir-birini cəzb edir, doğrudur. Yəni N, S-i cəzb edir. 28. Hansı ifadələr doğrudur?
Bir cins maqnit sahəsinin induksiya xəttlərinə perpendikulyar istiqamətdə daxil olan elektronun impulsu artarsa. İmpuls artanda cızdığı çevrənin radiusu artır. Çünki R bərabərdir. P böl QB'dir. Amma tezlik dəyişməz. Çünki nü bərabərdir. Deməli, QB bölək 2 pi m'dir. İmpulsdan asılı deyil. Buna görə tezlik dəyişməz. Periyod da dəyişməz. 29. Verilmiş müstəvi kondensatorun lövhələr arasında gərginliyi 2 dəfə artıranda tutum dəyişməz. Çünki C bərabərdir Q böl U olsa da heç birindən asılı deyil. Ona görə 1-ə getdi B. Enerji W bərabərdir CU kvadratı bölü 2'lik. Kvadratik aslıdır 4 dəfə artar. Yük isə 2 dəfə artar. Çünki Q bərabərdir CU'dur. 1'ə getdi B, tutum dəyişmədi. Enerji 4 dəfə artdı. 2'yə getdi E, çünki gərginlik 2 dəfə artıb. Bu düsturdan görürük. 3'ə isə getdi. Deməli, yükə isə getdi. 2 dəfə artar C variantı. 30. Uyğunluğun müəyyən edin. İnduksiya xəttlərinə perpendikulyar istiqamətdə bir cins elektrik sahəsinə növbə ilə elektron, proton və neytron daxil olur. Təcillər hansı istiqamətdə olar? Neytronda təcil sıfıra bərabərdir. Ona görə C getdi bura. Təcil həmişə qüvvə istiqamətdə olur. Proton olanda müsbət olsaydı, sol əl qaydasını işlədirik. X dəlin üstünü tuturuq. 4 barmaq V-ni göstərəndə qüvvə olur yuxarı. Protona təcil olacaq yuxarı. E variantında, elektronda isə əksinə olacaq, yəni aşağı D variantında. Çünki elektron olanda 4 barmağı sağa yox, sola tuturuq. Hərəkətin əksinə. 30 sualın izahını yekunlaşdırdım. Bundan sonraki videolarda da C variantı və digər variantların da izahını sizinlə paylaşacağım. Sağ olun, növbəti videolarda görüşənə qədər.